Binəqədi rayonu ərazisində yerləşən liseydə silahlı insident baş verib. Belə ki, şagird müəllimini ov tüfəngi ilə güllələyib. Daxili İşlər Nazirliyinin məlumatına görə hadisə bugün səhər saat 9 radələrində baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən şəxsə xəsarət yetirib. Şahidlər iddia edirlər ki, hadisə tənəffüs zamanı baş verib. O uşaqlar danışır ki, görək ki, müəlliməni tələbə vurub, 10-cu sinifin tələbəsi. Dedilər, ambulansla apardılar. Hadisənin baş verdiyi əraziyə dərhal hüquq mühafizə orqanları cəlb olunub. Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şagirdi saxlayıb. Ondan ov silahı götürülüb. Baş prokurorluqdan bildirilib ki, fakt ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir, eləcə də hadisənin baş vermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, təcil tibbi yardım briqadası tərəfindən 29 yaşlı qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. Bəs şagirdin bu cür aqressiv davranmasına səbəb nə ola bilər? Mütəxəssislər bildirirlər ki, son zamanlar azyaşlıların törətdikləri cinayət hadisələrində sosial şəbəkə faktoru əsas rol oynayır. Bu kimi halların təkrar olunmaması üçün mütləq şəkildə həm məktəblərdə şagirdlərin, xüsusən yeniyetmələrin aktiv şəkildə, həm fərdi şəkildə, həm qrup terapiyası şəkildə üzərində işlənilməsi, deviant davranışa meyilli olan yeniyetmələrin xüsusi qruplar şəklində nəzarət altında mütləq şəkildə üzərində davranışlarının çalışılması, sonraki davranışlardan uzaqlaşdırılması və aqressiyalarının səviyyəsinin azaldılması çox önəmli faktlardan biridir. Bunlar təbii ki, birbaşa olaraq həm valideynin, həm də məktəb müəlliminin və məktəb psixoloqunun üzərinə düşən tapşırıqlardan biridir. Digər diqqət edilməsi vacib olan məqam isə valideyn nəzarətidir. Belə ki, ata-ana övladının təlim-tərbiyəsinə diqqət etməli, xüsusilə də sosial şəbəkələrdə hansı kontentləri izlədiyinə, asudə vaxtını necə keçirdiyinə fikir verməlidir. Əks halda nəzarətsiz qalan yeniyetmələr sosial şəbəkə, həmçinin aqressiya aşılayan oyunlar və digər təsirlərin qurbanına çevrilirlər. Qeyd edək ki, liseydə şagirdi tərəfindən güllələnən müəllimin kimliyi də məlum olub. 29 yaşlı Şəhla Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Həmin il universitetə daxil olub və kompüter elmləri ixtisası üzrə ali təhsil alıb.